Hoş gelmişsiniz. Bugünkü oyunumuz Akai Onla. Bir Japon oyunudur. Tələb olaraq həyatımıza başlayırıq. Görək başımıza nələr gələcək. Start. Oyunumuzun adı Akai Onla. Oyunda tələbəyik və psixolojik qorxu oyunudur. Hələ ki bunu deyir və TikTok chatının sizə bol-bol salamı var. Aha. Evə gecikmişəm deyir. Buralar qaranlıqdır. Aha, evə getməliyəm. Deməli, gəzmək, interakt, flashlight, fanar, qaçmaq, əyilmək. Ya, sadə. Sadə gameplay. Aha, flash yandı. Bu kimdir o? Qəribə oyunda. Salam Melek. Okey. Buradan geçsek. Aha. Deyir o yanımızdan keçən insan çox deyir təhlükəli insana oxşuyurdu. Qorxuram deyir. Evə deyir, tez evə getməliyəm deyir. Məncə də. O qız 100% bizim qabağımıza çıxacaq. Qorxudur. Hekayə uşaqlar GTA 5 hekayəsi oynayırıq. Birinci bölümü keçdi, birinci missiyanı YouTube'a paylaşacağım. Prosto nəsə oyundan atırdı deyə ikinci bölümə davam eləmədim. Niyə qaçır ha? Niyə qaçır? Nə əlaqə? Uşaqlar görürsünüz, işıqzadə qaydasındadır. Görüntü qəribədir bu arada. Yaxşı da, okey. Bu nəsə eləyə bilir ha. Oyunun janrı psixolojik qorxudur bu arada. Aha. Hə, ora getməliyəm. Başa düşdüm. Evimi izah eləyir mənə. Heç bir şey. Belə bir izah yoxdur da, yəni. Səncə mərtəbədir? Hə, elə burayı düşür. Hə. Gəlib. Aha, fanar ehtiyac var, fanara ehtiyac var, evin işığı zəifdir. Hə, evin işığını yandırdıq. Radyo səsidir bu. Okey. Oyunun adı Akai Onla. Okey. Qəribə tipi var belə. Deyirəm, qəribə hadisədir deyir. Oyunun çox qəribə tipi var. Hə, mən deyir, unutmuşam televizoru söndürməyi deyə düşünürəm. İnşallah ki. Yox, logo çox sağ ol. Kompüter, qəşəng monitor. Əla. Aha, yorğunam deyir, gedim yatım. Çox qəribə belə oyundur, nəsə fərqlidir. Qorxudur hə. 10-24 dediyi nədir görəsən? Yenə çöldəyəm. Okey. Tələbəyəm, getdim evə yatdım. Yəqin ki yenə növbəti gündür yəqin. Okey, biz həminki kimi yol... Dayan dedi. Ola, ne piter oldum ya, öyle de qorxulu değildi, mən niyə belə oldum? Mən polisəm.
Deyir, nə gəzirsən burada bu vaxtı? Evim yolunu axtarıram da. Evə gedirəm yəni. Bu vaxtı deyir, belə gecə vaxtı. Deyir, yalan danışma, deyir. Ağıllı ol. Aha. Deyir, bu arada sən həmişə bu yolla gedirsən? Deyirəm, hə, həmişə bu yolla gedirəm. Nə olub? Nə temadır ki, universitetə gedib gəlirəm. 3 gün əvvəl deyir, buradan getmisən? Bunu niyə məndən soruşursan? Aha, 3 gün əvvəl bir cinayətkar bir neçə adamı öldürüb. Qadın ərini öldürüb deyəsən, biz gördüyümüz qadındır. Kimisə görmüsən, deyir, bu yolda bir evə gedəndə. Yox, hə. Qaçan adam görmüşəm, qadın görmüşəm, qadını görmüşəm mən. Aha. Deyir, bizim də araşdırmağımız üçün vacibdir də bu temadır. Nəsə edir, eşitsən eləsən, deyir, bizə xəbər elə. Deyir, tez ged evə, deyir. Baş üstə, baş üstə, baş üstə. Uşaqlar, GTA 5-i davam eləyəcəyik. Sadəcə oyundan atmağa başladı, amma birinci missiyanı keçmişik. Onu paylaşacağım YouTube-da. Baxacağım nədir problem, davam eləyəcəyik. Bugün yox amma, sabah. Allah. Nəsə F elə görünür, hə. Bu neçə dəqiqə çəkəcək görəsən? Arxaya arada özüm baxıram, uşaqlar. Oh, qadın gəlir. Qadın gəlir, qadın gəlir, qadın gəlir. Qadın gəlir. Kaç. Bura değil. Ha. Qarğa səsi problemdir onsuz da. Qarğa səsi varsa... Aha, qonşuluqda deyir nəsə. Aha. Hə. Deyir, aşağı düşüb mən getmək istəmirəm də yolundan deyir. Acımışam. Acımaq vaxtıdır, başa dönün. Buzxanada deyir nəsə var, dayan. Evin işığın yandı, nədir? Evin işığın yandı. Qapı da ölür. Bunu hara qoyum həmən? Bunu qoymağa yer tap. Hə, mikrovolnovka ya. Prosta okey. Balkona zat çıxamıram ki. Gezən... Ola, mən niyə bu oyunda qorxdum ya? Belə də qorxu oyun deyil ya. Mən niyə qorxdum ya? Qorxdu yəni belə... Deyir, mədəm doldu deyir. Yatmaq vaxtıdır. Okey. Niyə yatanmadım? Buradan bir qlazokdan baxım. Yox. Yatmaq vaxtıdır dedi, amma yata bilmirəm. Hə, şahidlik zat var ya, gözlə görək. Dost, niyə yata bilmirəm, onu düşünürəm. İşıqları söndürmərəm, ölsəm söndürmərəm işıqları.
görsəm işıqları söndürmərəm. Yox, 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 yox. Öf, nə də bu deyir hə? Sən nə işsən, nə işsən məndən hə? Sən kimsən? Ehtiyatlı olmalısan deyir. Burada deyir bir qəribə qadın görmüşdüm deyir qapının qabağında. Neçə dəfə görmüşəm deyir. Çox belə ürkütücüdür belə. Görüşərik deyir, ehtiyatlı ol. Hə, yer gedişinlə məşğul ol, başına dönərəm. Allah qarğadır bu. Yat, 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 sən can, yat, yat. Yat, yat. Bitər oldu mən bu oyunda. Bu qorxu da gözləmirəm bundan. Niyə belə olur ha bu? Of. Ha yox, nə veterineri. Salam. Bu kimin telefonu? Bu kimdir? Salam. Sən bu gün də işdə qalacaqsan deyir, əlavə vaxtda. Allah kimsə keçir. Qalacam deyir. Bu gün deyir işdə yetişəcəm də deyir, işim çoxdur. Evə gəlməyəcəm. Bu ay evə gəlməyəcəm çünki. Nə qarsan, nə deyirsən? Nə baş verir? Deyir sənə çox vacib bir hekayə danışmalıyam. Evdə deyir sənlə danışmalıyam. Evə deyir gəl, söhbət eləyərik. Okey. Yox Kənan, onu yarımçıq qoydu. Oyunun səsləri çox narahat edir. Hə, işdə qalırıq da bu. Ay yox, evdəyəm. Hə, evdəyəm, deyir yoldaşım yatıb. Okey. Hə. Bu dəqiqə ərin gözündən oynayırıq. İkinci mərtəbəyə qalxaq. Eybi yox Sukuna. Qandı. Buramda açar yəqin tapmalıyam. Qan var amma. Açıldı elə bil. Aşağıdan gəlir səs. Pişik də o. Qan hara gedir belə? Belə gərgin oldu ha bu oyun. Süper. Çox gərgin oyun deyil nəsə. Aha, bunu söndür, zəhlimdir belə şeydir. Söndürəmirəm. Gəlir kimsə. Aa, saxladı bizi içəri. Məncə də gecən zəhl, nəsə bu yuxudur bir şeydir, nədir bu? Yəni ikinci mərtəbəyə qalxaq.
Allah qan çoxaldı. Oo. Bunu məncə qıraq adam eləməyib. Bunu biz eləmişik məncə. Yox. Zarafat eləyirsiniz məndən. Ola fanarı yandır. Gəlir. Deyir, bu vaxtı kimdir deyir gəlib mən ziyarət eləyən. Mən necə qapatsam səni? Gəl, yox mən səni necə qapatsam? Gəl deyirəm. İşıqları yandırım. Yanmır. Bu qadın dəlidir deyir. Polisə zəng eləməliyəm, okey? Əla. Yaxşı fikirdir. Yaxşı fikirdir. Kərəm elə şeylər yazma. Aha, polis 2 dəqiqəyə burada olacaq. Aha, 2 dəqiqə bundan gizlənməliyəm. İki dəqiqə gizlənməliyik. Ya mən neynim gizlənmə? Məncə otaq təhlükəlidir, bura yaxşıdır. Getdi bu tərəfə. Sağ ol Osman, sən necəsən? Bəlkə çıxım qaçım, görəsən olar elə. Bura %100 gələcək. Gəlir. Var. Profilə gir görəcəksiniz. Gəlir. Çıxıb qaçaram, qorxuram prosta. Gəldi. Ayaq səsi verdim. Gəldi. Düz qapının ağzındadır. Buradadır. Çox gərginləşdim mən bu oyunda. 10 saniye gəlmədən olar hə. Bura kimi gözləmişəm. 10 saniye gəlmə. Allah bu nə qəribə oyunmuş bu həqiqətən. Çatdırdıq məncə. Əla. Çıxım görəsən. Of. Aha. Deməli qadın polis gəlmədən gedib deyəsən və deyir ki, bilmirəm mənə niyə hücumu çəkdi.
Aha. Klipi falan. Bize aşık. Heç düşünmürəm bize aşık olduğunu. Heç bize aşık olduğunu düşünmürəm. Sağ ol. Geldi ki. Osman, mən ajansdayım hə. Pis sonu tapdı. Demek ki bunun yaxşı sonu da olacaqdı. Bu tapdı bizi də, tapmamalıydı falan. Of, sevgili YouTube, çox gərgin oyunuydu. Mütləq like at, abunə ol və hansı oyun oynamağımızı istəyirsənsə yorumlara bildir. Özünə diqqət elə. Hələlik.